Qida təhlükəsizliyi haqqında qanunun 25.1.6-cı maddəsində nəzərdə tutulmuş təbii mineral suların dövlət qeydiyyatı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Təbii mineral su mikrobioloji göstəriciləri baxımından təmiz, hər hansı çirklənməyə məruz qalmayan, yeraltı yataqlardan hasil edilən və ya təbii yolla süxurlardan çıxan mineral komponentlərlə zəngin olan təbii sudur. Qanunvericiliyə əsasən qeydiyyata alınmamış təbii mineral suların istehsalı, emalı və dövriyyəsi qadağandır. Təbii mineral suların qeydiyyata alınması üçün təqdim edilən sənədlərin mövcudluğu və düzgünlüyü araşdırıldıqdan, məhsul nümunələrinin laborator tədqiqi aparıldıqdan sonra həmin məhsullar qeydiyyata alınaraq Qida Təhlükəsizliyi reyestrinə daxil edilir. Agentlikdən bildirilib ki, təbii mineral suların istehsalı, emalı və dövriyyəsi ilə məşğul olan sahibkarlar qısa zaman ərzində məhsulların qeydiyyatı ilə bağlı qanunvericiliyə uyğun şəkildə agentliyə müraciət etməlidir. Sahibkarlar qeydiyyatla bağlı daha ətraflı məlumat almaq üçün info@afsa.gov.az elektron post ünvanına müraciətlərini göndərə bilərlər.